İmtahanda vaxtı düzgün idarə etmək istəyirsənsə, bu videonu sona qədər izlə. Birinci sualdan başla. Sual sənə sadə gəlirsə və cavabı bilirsənsə, dərhal həll et və keç növbəti suala. Növbəti sual bir qədər çətindirsə və 2 dəqiqədən çox vaxt aparırsa, həlli dayandır. Sual nömrəsinin altından bir xətt çək və növbəti suala keç. Bu sual sənə çox çətin gəldisə, heç bir fikrin yoxdursa və əminsən ki, bu sualı yaza bilməyəcəksən, sual nömrəsinin altından 2 xətt çək və davam et. Bu qayda ilə bütün sualları bir dəfə nəzərdən keçir. Sonra yalnız bir xətt çəkdiyin suallara qayıt. Bu səfər isə hərəsinə 3 dəqiqə vaxt ayır. Yenə də həll edə bilmədinsə, sual nömrəsinin altındakı bir xətti 2 xətt et. Sonda qarşında ancaq 2 xəttli suallar qalacaq. Əgər yenə də heç nə yadına düşmürsə, bu tip suallarla necə davranmaq lazım olduğunu əvvəlki videolarda izah etmişəm. Bəs niyə bu metodu tətbiq edirik? Çünki beynimiz sualla ilk qarşılaşanda cavabı xatırlamaya bilər. Amma sən digər sualları həll etdikcə beynin həm motivasiya olur, həm də o çətin sual barədə arxa planda düşünür. Nəticədə sualı ikinci dəfə görəndə cavabı xatırlamaq ehtimalın çoxalır.